İrak'ta Nasibi deyilən bir tayfa meydana gəlmişdi. Əhl-i beyti söyənlər, nifrət edənlər, düşmənlik bəsləyənlər. Onlardan biri Mədinəyə gəlir. Atından düşəndə başlayır neynəməyə? İmam Əlini lənətləməyə və sövməyə. İmam Əli də şəhid. Bir nəfər onların söhbətini eşidir. Həmin o bir nəfər deyir ki, əmi, görəm sən buralı deyilsən. Görünürsən qürbətdə bir musafirsən. Dedi, əcəl, doğrudur. Deyir, elə isə bu gecə mənim qonağım ol. Bunu eləmsiz kimdir? Həmin o kişinin oğlu İmam Həsən. Kimi söylədilər? Şəhid atasını, Ali ibn Əbi Talibi. Gələn də İraqlı Nasibi. Və bunu eləyən xəlifədir. Həsən, xəlifə, əmir-i müminin. Bu gecə mənim qonağım ola bilərsənmi? Adam tanımır onu. Dedi, olsun. Tərtəmiz yataq. Gözəl bir yemək. İkramiyə. Orucuna pul qoydu və sabah da onu atına otuzdurdu ki, evə rahat getdi. Deyir, oğlum heç tanış olmadı, kimsən sən? Dedi, həmin kişinin oğlu, Ali ibn Əbi Talibin oğlu, Əl-Həsən, İbn Ali. Deyir ki, həmin insan, bu gənc mənim həyatımı dəyişdi. Mənim həyatım uçurumuydu, o da gedirdim mən. Tutduğum yola bax. Həyatımda ən nifrət etdiyim insanlar, ən sevdiyim insanlara çevrildi.